Assalamualaikum hörmətli dostlar. Həmmanlarınki hoş vaxtınlar xeyirlik bolsun. Biz bugün Amazon Tor mülazimətləri dərsinənki ikinci qismini öyrənib ötümüz. Amazon Tor mülazimətləri bolsa baxıl bexəttər bulut mülazimət sübüsü olub, hesaplaş gücü, sandan saxlaş, məzmun yetküzüş və başqa iqtidar bilan təminləydi. Soda kölümünün ösüşüge yardım berdi. Dünyanın hər qaysı yerlərdə Amazon Tor mülazimətləri, yəni AWS texnikası hər xil mülazimətlər mərkəzlərdə yol qoyulğan olub, Amazon tərəfindən asırıldı. Yəni asırıldı həm qoğduldu. Amazon Tor mülazimətləri qoşumça 90 mülazimət bilan təminləydi. İşlətgüçlər faqat özü işlətib atqan mənbələri üçün saatiga haq tölaydı. Yəni yıllık emas. Saati qancha saat işletken bolsanız şunun qarta haq tölaysiz. Bu grafikdə Amazon'unki şu Tor mülazimətlərinin baza təkşiriş əhvalı ikən, bunun da birinci suz gök rəngdə rəng 2018-ci ili, astidagi qınaq rəng bolsa 2017-ci ilini göstərdi. Amazon'unki 2017-də 57%, 2018'de 64% boptu. Microsoft'un Azure 2017'de 34%, 2018'de 45%. Google Cloud'unki 2017'de 15%, 2018'de 18%. Bu 3 çoğun şirketniki qaraydigan bolsaq, ən çox işletilgeni Amazon'unkiken, yani Amazon Tor mülazimətləri yıldan yılğa köp işletilip kelivatıdı demekçi. Eşiş nisbeti, işletiş nisbeti köpeyivatıdı. Bunun da bolsa, birincisi her şirketninki, mesela Amazon Tor, Amazon'unki, Microsoft'unki, Google Cloud Platform degen 3 şirketninki mülazimət türlürken, bunun da her birisininki özü xas nemisi var. Mesela S3 degen Simple Storage Service, Amazon Web Services, yani AWS, Simple Storage Service, yani S3'ni təminləyirkən, Microsoft bolsa Blob Storage'ni, Google Cloud Platform bolsa Storage'ni təminləyirkən, astidagi EC2, Elastic Computing, Cloud Computing degen Amazon Web Services şunu təminləyirkən, Microsoft Azure Virtual Machines, Google Cloud Platform, Compute Engine deganini təminləyirkən, hər 3 şirkətin özü xas hər bir türdəki mülazimət türlərinənki isimlərkən. Şimdi şu Amazon Tor mülazimətinin qanday paydalıq bağı degan vaxtda bu Amazon Tor mülazimətini, yəni AWS-ni, AWS bolsa tənərxi tüvən, yəni tənərxi önümlük tənərx var. Bazanı egəlgən, yəni bayam köygününlağı oxşaş, ən köp işletilgan Tor mülazimət süpülərdən birisi. Yəni köpüncə yerdə şu AWS-ni işletidu. Ananınkin bu, yəni çoğun kiçiklikini özünüz tanışalaysiz, sizə yuqarı iqtidar bilan təminləydi. Yəni siz məsələn 5 GB-lik işletimən yoki 10 GB-lik işletimən dep qalsanız, özünüz xalığanca yuqarıtıb, tüvənlitib qılalaysiz. Onundaki işletişçilığı qolaylıq. Yəni heç qanday bir Tor mülazimətləri işletib baxmagan bir adamı bu Amazon Web Services deganni AWS-ni Tor beti kirib işletələydi. Onundan bu AWS-ninki kullanış düşendirişleri va yani işletişçilığı hakikaten qolaylıq. Onundan işençlik, yani bu sizge bir işençlik muhit hazırlap berdi. Yani AWS-ning to'xtab qolish mülazimətlərindəki to'xtab qolish ehtimallığı nəhayət tüvən, hətta yox deyərlik. Şununla siz xatırcam bunu işletələysiz. Onundaki bexəttər, yəni bunun bexətərlik yamakları hər daim Amazon
tərəfindən yamılıb durdu. Bexətərlik müşlər tərəfindən özüstə elinğan. Şu an bu işiltişi nəhayət bexətərdir. Ondan keyin əvrişim xalığanca özgərtib qıla alaysınız. Ondan keyin bu yəni kiçik şirkət, çoğ şirkət həmmisi işiltələydi. Yəni 500 xizmətçisi var bir şirkətmi işiltələydi. 10 adam 10 xizmətçisi var bir şirkətmi işiltələydi. Yəni hər qandaq bir adam şəxsi bolsun, çoğ şirkətlər bolsun, həmmisi işiltələydi. Bu şu AWS-dənki faydaları, faydalıq tərəfləri həm ularning selishtirilması. Şimdi AWS-dənki dünya ul əsləhələri. AWS hamda ikki şəkildə, yəni regions bir rayon var. Rayon degeni hamda hesabda bir data center, yəni mülazimətlər rayonu şu dünyada hər dövlətdə 22 dək dövlətdə bulunanki mülazimətlər orulları var, yəni regionsi var. Aşı regionsның içində availability zones, yəni işiltələydiğən rayonlar var. Bunun bu xəritəyə qarasaq dünyanınki nurgun yerdə şu AWS-ninki bağlığı və hər bir rayondakı işiltişki bolğan rayon, yəni zonlarınki bağlığını görələyimiz. AWS-ninki rayonları şu Amazon RDS-deydi. RDS degan Relational Data Services degan şunu işiltib sağlıq məlumatlarını köp joyda saxlaya alaysınız. Yəni məlum bir rayonda işlətgən sağlıq məlumatlarınızı başqa bir rayonğa yotkəb şu yerdə işiltələysiz. Bu orunlar işlətkili bolğan bəlvaq, yəni zon degəndən də bəlvaq deb tərcüm qıldım. İşlətkili bolğan zon deb atıldı. Amazon tor mülaziməti, yəni AWS rayonu bolsa işlətkili bolğan bəlvaqlarının toplumu bolğan coğrafiyalik yer. Yəni hər bir rayonda köplügən bəlvaqlar var. Hər bir rayonun içində köplügən bəlvaqlar var. Biz həm də şu bəlvaqlarını tallab işiltələyimiz. O bir orundakı tor işiltiş besminin aldığını eliş üçün halqlıq xizmət yükünü ayrıtışki yerdən berdi. Yəni siz məlum bir yerə, məlum bir rayonunu işiltib qılğan bolsanız, siz başqa bir rayonun işiltiş arqılıq şu tor besimini kəlgən trafik deydi, həm də tor işlətkiçlərinin sanı, yəni tor işiltiş besiminki aldığını alalaysınız. Bu şu rayonlar şu xizmət yükünü ayrı ötüşki yerdən berələydi. Həm də AWS-ninki mülazimətləri dünyanın 22 rayonuğa tarqalğan. Yəni bu dünyanın 22 rayonunda şu Amazon-ninki mülazimətlər orulları var degan gap. Həm də qandaq qılıb şu toğru bolğan rayonunu tallayalıyımız degəndə, birincisi onunki bexətərligi, onundan burun, bexətərlikdən burun bahası. Çünki hər bir rayonunki bahası oxşmaydı. Məsələn, ən əzini Virginia, ən qımməti bolsa Kaliforniyadakı San Paulo degəndək yerdəki mülazimətlər orunu, rayonu şuyana ən qımmət. Şununla biz bahası qarab orunu tallayımız. İkincisi bexətərlik. Yəni bununki bexətərlik və özümüzün işiltiş ihtiyacımız degəndək. Üçüncüsü service availability, yəni bizgi təminləb birdiğən mülazimətlər. Onundan başqa, yəni işlətkiçlərindəki oruna qarta, məsələn, sizinki tor betiniz yoki sizinki qo'llanishgan programmangizninki ishlatkichilari Turkiyada bo'lib qolsa, ya bo'lmasa Amerikada bo'lib qolsa, masalan Amerikani hisob qilsak, siz Amerikaga yaqin yoki Amerikaning ichidagi rayonlarni tanlasangiz, hamda
şulağı bolgan torninki mülazimet sübütini aşıra alaysız. Türkiye'de bolup kalsanız, Türkiye'ye yakın yerdeki şu rayonu tanlagan vaqtida bununki sübütini g'yri dağlığı bolgan sübütini aşıra alaysız. Ondan keyin torninki sürütü, yani kichik sürütü bu degenimiz hamda latency deydi İngilizce'de. Bu sizninki bir yani işletkiçininki bir talepni mülazimetler tarafga yollaşı, bu yollaşı üçün ketken vaqt, ondan keyin mülazimetlerninki uçurni sizge qaytarıp bergen yani işletkiçi qaytarıp bergen araliqdagi vaqt, yani işki ketken vaqt, mülazimetler bargan vaqt bilan mülazimetlerden kelgen vaqtninki qo'shilgan shu ketken toplam vaqt hamda latency deb ataldi. Bu latency'si qancha az bo'lsa, ya'ni shuncha qisqa bo'lsa, bu shuncha yaxshi, ya'ni to'g'ri sur'ati shuncha yaxshi bo'ladi. Hamda ma grafikda har qaysi o'rinlardagi rayonlardagininki oylik chiqim ahvoli ekan. Bunga qarasak, Northern Virginia deganninki eng tuvan ekan, eng arzon $460. Ondan qarasa Ohio, eng qimmati Kaliforniyadagi San Paulo degan yerdagi eng qimmat ekan, oylik $719 atrofida chiqadi ekan. Shuningga siz rayon tanlagan vaqtida shu rayonga alayda diqqat qiling. Qaysi rayon arzon bo'lsa, ondan keyin sizning ishlatgichilaringizga yaqin bo'lsa, shuni ishlatishingizni tavsiya qilaman. Bugungi darsimiz shunchalik. Keyingi qismda ko'rishaylik. Amanglar ko'rishguncha omon bo'linglar. Allohga omonat.